Salam əziz dostlar, bugünkü videomuzun dərsi Transform Rotate. Yəni fiquru tərpətmək, yerini dəyişmək, fırlatmaq və s. Gəlin bir düzbucaqlı çəkək. Klik eləyirəm 50 mm-in 50 mm-ə, OK. Shift X-i basıram. Gətirə qoyaq mərkəzə və baxaq görək transformla bağlı bizim nə toollarımız var. Ən birinci toolumuz ağlımıza gəlir bizim Free Transform, shortcut'ı E hərfi. Free Transform toolu seçirəm. İlk toolum Free Transform, yəni bir küncündən və yaxud da ki, bu maraqlı funksiyadır. Bir küncündən götürüb böyütmək, kiçiltmək, əgər Shift-i bassam, proporsional böyüdüb kiçiltmək, xəttinin üzərinə gətirsəm küncü, xəttin üzərinə gətirsəm onu əymək. Command Z. Free Transform toolunun funksiyaların içində həyatımıza yeni bir anlayış gəlir, Constrain. Constrain proporsiyadır, yəni miqyasları, proporsiyaları qorumaq. Gəlin bunu aktivləşdirək. Bunu aktivləşdirəndən sonra böyüdüb kiçildəndə artıq Shift-i basmağa ehtiyac olmur, çünki biz burada miqyası qorumaq funksiyasını aktivləşdirmişik. Görək bunun yanında sonra nə var? Perspektiv Distort. Perspektiv Distortu aktivləşdirəndə təbii ki, proporsiya itəcək, çünki perspektivdə heç bir miqyasdan söhbət gedə bilməz. Perspektiv bizə nə verir? Bir horizontal perspektiv eləyə bilərik, verə bilərik. Bir də ki, vertikal belə perspektiv verə bilərik. Bir də bunun yanında Free Distort var. İstədiyimiz küncü götürüb başına oyun aça bilərik. Bir buradan, misal üçün, bir də buradan belə effektlər. Ardınca Free Transform bildik. Bir də Rotate funksiyamız var. Rotate toolumuz var. Rotate toolumuz da baxın burada deyilən iconda çox gözəl göstərir. Seçirik və ətrafında belə istədiyimiz kimi fırladırıq. Bunun adi Move tool-la rotate eləməyin, fırlatmağın fərqi nədir? Əgər biz Move tool-da kənara gətirəndə rotate funksiyası aktiv olurdusa, R hərfini basıb rotate tool aktivləşdirəndə hər tərəf bizim üçün bax həmən funksiyadır. İstədiyimiz bucaq altında Shift-i bassaq 45-45 dərəcə bucaq altında fırlada bilirik və bunun bir dənə də möhtəşəm xüsusiyyəti biz fırlanma nöqtəsini təyin edə bilirik. Rotate tool aktivləşdirəndə gördük ki, ortada belə bir dənə orientir var. Biz bu orientiri çəkə qoyaq bu küncə. Bu küncə qoyandan sonra biz fırladanda burada belə bir dənə kaçeli yaratdıq. Vacib deyil ki, həmin orientirimiz shape-imizə yapışsın. Orientiri istənilən bir yerə qoyub, bax bunu belə fırlada bilərik. Toolbarda transformla bağlı alətlərə baxdıq. İndi gəlin növbəti transform funksiyalarına baxaq. Düzbucaqlımızı seçmişik, ölçümüz Properties panelindən görsənir 50-nin 50-yə. Sağ düyməni klik eləyək, Transform və Move. Move-u basırıq. Burada preview-nu yandırıb söndürək, görək nələr baş verir. Mən istəyirəm ki, 50 mm horizontal, yəni yana, 50 mm də vertikal, yəni aşağı hərəkət eləsin. Mən burada göstəricilərimi yazanda avtomatik distansiyanı mənim üçün hesablayır, hansını ki, özümdən təyin eləyə bilərəm. Onda yuxarı göstəricilərim dəyişəcək, bucağını verir. Copy və OK var. Copy bassam, bunun kopyası çıxacaq düzbucaqlımın, OK bassam düzbucaqlım sadəcə yuxarıdan aşağı gedəcək. Mən copy-ni basıram. Əgər bu elədiyim transform əməliyyatını kopyalamaq istəyirəmsə, duplicate-in D hərfinin yanına bir dənə Ctrl qoyuruq. Ctrl D, D, D. Gəlin Ctrl minus 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 basaq və görək nə baş verdi. Ctrl D sonuncu transform əməliyyatını təkrarlayır. Fikir verdiniz? Belə bir dənə məndə pilləkən formalaşdı. Hamısını seçirəm, delete basıram, Ctrl 0 basıram, artboardum ekrana gəlsin. Görək, sonra nəyimiz var burada? Transform, Move, Rotate, Reflect, Scale və s. Gəlin, bunların hamısını hər dəfə sağ düyməni klik edib girməmək üçün Window menyusundan Transform pəncərəsini çağıraq. Window, Transform. Transform pəncərəsi çıxdı və ölçümüz burada var. X, Y göstəricilərimiz var. Biz bilirik ki, Shift-i basıb aşağı çəksək, Y-imiz dəyişir. Command Z, Shift-lə sağa sola eləsək, təkcə Shift-lə yox, yəni ümumiyyətlə bizim X göstəricimiz dəyişir, koordinatlarda ölçümüzü verir və burada bucaq var. İstənilən bucaq 30 dərəcə bucaq altında, 120 dərəcə bucaq altında biz bunu dəyişə bilirik və birdən belə bir sual çıxır ki, bu niyə öz mərkəzində yox,
kənara doğru, yəni belə bir məntiqsiz şəkildə fırlanır. Əslində məntiq var. Command Z-ə basıram. Fikir verin, transform pəncərəsində mənə bir göstərici verir ki, sən nə cür transform eləmək istəyirsən. Tutaq ki, məndə burada sol tərəfə yapışıb mənim əsas nöqtəm, əsas pointim. Əgər mən burada enini 100 mm eləsəm, enter bassam, fikir verdi, sol tərəf sabit qaldı, sağ tərəfə doğru böyüdü. Əgər mən istəyirəmsə rotate funksiyam, yəni fırlatmaq mərkəzində, fiqurumun öz mərkəzində olsun, çətin də olsa burada bir təhər klik eləməyə çalışırıq. Bəli, mərkəzi oxu aktivləşdirdi. Bundan sonra biz burada istədiyimiz ölçünü seçə bilərik, istədiyimiz ölçünü yaza bilərik. Rotate mərkəzin ətrafında oldu. Command Z-ə basırıq, Command Z-ə basırıq. Transformda növbəti göstərmək istədiyim funksiya reflect funksiyasıdır. Reflekti təbii ki, bu düzbucaqlıdan biz hiss eləyə bilməyəcəyik. Nə baş verir? Ona görə gəlin bucaqlardan birini eləyək 40 mm ovallığında. Ondan sonra Properties panelində biz bunu reflekt eləyə bilərik sağa, yəni horizontal reflekt və vertikal reflekt. Fikir verin, bunlar güzgü əksi kimi belə əks olundu. Transformla bağlı öyrəndiklərimizdən sonra gəlin biz bunu praktikada tətbiq eləyək, öyrəndiklərimiz bizim işimizə necə yaraya bilər. Diqqət, praktika. İnternetdən tapdığımız şərti atom ikonunu gəlin yığmağa çalışaq. Ellipslərdən ibarətdir tamamilə. Gəlirik burada ellipsimizi çəkirik, qalınlığımız 14-dür. Təbii sizdə bu göstəricilər işləməyə bilər. Artboardumuzun ölçüsünə görə, tapdığınız şəklə, çəkdiyiniz ellipsə görə. Ellipsimizi çəkdik. Gəlin bir maraqlı funksiya öyrənək. Command C, yəni kopyalamaq, Ctrl C və Ctrl F kopyaladığım obyektin birəbir üzərində past eləyir və ən üst layer olaraq. Götürək bunu rotate eləyək. Buradan 60 dərəcə, əla. Gəlin bir dənə də Command C, Command F eləyək. Gördünüzsə üzərində past elədi və bu dəfə bunu reflekt eləyək. Öyrəndiyimiz bütün toolları işə salmağa çalışaq və nəticədə bizim ikonumuz, bizim atom ikonumuz hazır. Yerdə qalan bir dənə Smart Guide vasitəsilə mərkəzi tapıb, Alt Shift-i basıb, ortasında nüvəmizi çəkmək və sonra Shift X-i basıb fillə strokun yerini dəyişmək. Təbrik edirəm, bizim atom ikonumuz hazır. Öyrəndiyimiz toollardan və texnikalardan istifadə edərək fərqli vizuallar yaratmağa çalışın. Göndərin bizə, baxaq, kommentləyək. Təşəkkür edirəm.